Deməli 2024-cü il yay qəbul imtahanında 4-cü qrup situasiya sualına baxaq. Bizə verilən qarışığımız kuprum və kuprum O-dur. Ağzı açıq qabda artıq miqdarda qatı nitrat turşusu əlavə etsək, hər ikisi reaksiyaya girəcək. Deməli misin qatı nitrat turşusunun reaksiyasından kuprum NO3 2 dəfə üstəgəl NO2 üstəgəl H2O. Və həmçinin mis 2 oksiddən nitrat turşusu ilə reaksiya daxil olur. Qarışığımızın tərkibi həm mis, həm də mis 2 oksiddir. Və bu mübadilə reaksiyası nəticəsində kuprum NO3 2 dəfə üstəgəl H2O. Və burada nitrat turşusunun qabağına 2 düşür. Yuxarı əmsallaşdırmada isə deməli nitrata 4, suya 2. Tam reaksiya daxil olana qədər qızdırılır. Bu zaman 11,2 litr qonur rəngli qaz əmələ gəlir. 11,2 litr qonur rəngli qaz elə 0,5 mol deməkdir. 0,5 mol NO2 qazından gedir söhbət. 0,5 mol NO2 qazı reaksiya daxil olan zaman, daha doğrusu 0,5 mol qonur rəngli qaz ayrılan zaman kolbada 0,2 mol nitrat turşusu da artıq qalır. Deməli, biz öncə misənin nə qədər nitrat turşusunun sərf olunduğunu hesablayaq. Hər 2 mol qonur rəngli NO2 qazı alındıqda 4 mol turşu sərf olunsa, hər 0,5 mola da nə qədər sərf olunacaq? 1 mol nitrat turşusu sərf olunacaq. Deməli, 1 mol nitrat turşusu sərf olunur. Sonra, daha sonra kolbadakı məhlul, kolbada bizim nəyimiz var? Həm nitrat turşumuzun artığı HNO3 0,2 mol. Çünki özü deyir ki 0,2 mol bundan artıq qalır. Və alınan duz, mis 2 nitrat. Bax, bu 2 duzun ikisi də kolbadadır. Və həmçinin onlar da yazıram. Kuprum NO3 2 dəfə. Deməli, davam edirəm sözümü. Daha sonra kolbadakı məhlul otaq temperaturuna qədər soyudulub üzərinə 200 qram 20% natrum hidroksid məhlulu əlavə edilir. Və natrum hidroksidlə reaksiyasından bilirik ki, birin birə nisbətdə reaksiya girir. Natrum nitrat neytrallaşma reaksiyasıdır və su alır. Normal duz və su. Həmçinin mis 2 nitratın da natrum OH-la reaksiyasından alınacaq burada kuprum OH2 üstəgəl natrum NO3. Və burada da əmsallaşdırırıq. Deməli, 200 qram 20% natrum hidroksidim nə qədərdir? 200-ün 20%-i 40 qram edir. Yəni, 40 qram elə 1 mol deməkdir. 1 mol natrum OH sərf olunur. Bax, bu kolbadakı həm nitrat turşusuna, həm də miski nitrata. Və bu zaman deyir ki, 0,3 mol göy rəngli çöküntü əmələ gəlir. Göy rəngli çöküntü, bax, burada miski hidroksiddir. Qələmimizi dəyişək ki, qarışıqlıq düşməsin. Deməli, 0,3 mol göy rəngli çöküntü əmələ gələn zaman nə qədər natrum OH-ın reaksiya daxil olduğunu hesablayaq. 1 mola 2 mol natrum OH sərf olunursa, 0,3 mola da 0,6 mol natrum hidroksid tələb olunur. Və 1 molun 0,6 molu natrum hidroksidin miski nitrata sərf olunursa, yerdə qalan 0,4 molu da onda natrum hidroksidə sərf olunur. 0,4 molu. Deməli, 0,4 molu sərf olunacaqdır. Lakin, burada bir əmmamız var. Biz burada natrum hidroksidin hamısını sərf etmirik. Çünki bizim artıq qalan nitrat turşumuz 0,2 moldur. Həmin 0,2 mola nə qədər natrum hidroksid sərf olunur? Hər 1 mol nitrata 1 mol natrum hidroksid sərf olunursa, hər 0,2-yə də 0,2 mol natrum hidroksid sərf olunacaq. Onda belə çıxır ki, natrum hidroksidimiz cəmi 0,8 mol sərf olunur, amma başlanğıcda 1 moldur. Yəni, qrafikdə bizə 3-cü situasiya tapşırığında əyləşəlim. Natrum hidroksidin mol sayının zamandan asıllıq qrafikini verir. Və natrum OH-ın mol sayının da zamandan asıllıq qrafikini çəkəndə başlanğıcda bizim 1 molumuz var idi. 0,2 və 0,6 sərf olundu kolbadakı məhlullara, cəmi 0,8. Artıq qaldı 0,2. Onda biz bunun qrafik dəyişməsini bu cürünə çəkməliyik, ifadə etməliyik. Bu 3-cü situasiya tapşırığımız. Hələ situasiya tapşırığımızı tam həll etməmişdən öncə ilk suallara baxaq.
Deməli burada 58-ci sualda deyir ki, müvafiq reaksiya tənliyini yazıb əmsallaşdırın. Hesablama aparmaqla ilkin qarışıqda bəsit maddənin qramla kütləsini hesablayın. İlkin qarışıqda bəsit maddənin qramla kütləsini hesablamaq üçün 4 mol nitrat sərf olunanda 64 qram mis reaksiya girirsə, bəs 1 mol nitrat turşusu sərf olunanda nə qədər reaksiya girəcək? X 4 dəfə azalacaq. Yəni X-in qiyməti edir 16 qram. Bəsit maddənin kütləsi edir 16 qram. Və turşunun neçə molunun reduksiya olduğunu da hesablayırıq. Bu bizim birinci cavabımız. Hələ ki 58-ci test tapşırığında. Bu bizim birinci cavabımız. İkinci sualda soruşur ki, turşunun neçə mol reduksiya uğrayır? Turşunun neçə molunun reduksiya uğradığını tapmaq üçün, deməli burada 4 mol nitrat turşumuz var. Həmin 4 mol nitrat turşusunun fikir veririk, reduksiya uğrayan hissəsi NO2 hissədir. Çünki duzun alınmağına sərf olunan 2 moldur, 2 dənə azotdur. 2 dənə də azot reduksiyadadır. Deməli, normalda 4 mol nitrat turşusu reaksiyaya girəndə onun 2 molu reduksiyaya uğrayırsa, onda bəs 1 mol nitrat turşusu reaksiyaya girəndə neçə molu reduksiyaya uğrayacaq? Buradan da cavabımız, ikinci cavabımızı alırıq ki, 0,5 mol. Bu bizim ikinci cavabımız. Keçirik 59-cu suala. Müvafiq reaksiya tənliklərini yazıb və misallaşdırdıqdan sonra hesablama aparmaqla ilkin qarışıqda kuprimonun qramla kütləsini hesablayırıq. İlkin qarışıqda kuprimonun qramla kütləsini hesablamaq üçün deməli bizdə baxırıq ki, burada deməli nitrat turşusunun 1 molu burada sərf olunur. Qalan 0,2 molu natrum OH-la sərf olunur. Bizdə bax, buradakı miski nitratın da kütləsini hesablamalıyıq. Bunun üçün miski nitratın kütləsini ilk öncədən hesablayıb tapmışıq ki, tapa bilərik ki, 0,6 mol natrum OH sərf olunduqda neçə mol miski nitrat alınır? Həmin miski nitrat buradakı nitratların cəmidir, miski nitratların cəmidir. Hər 2 mol natrum OH-a 1 mol miski nitrat sərf olunduqda 0,6-ya da 0,3 miski nitrat sərf olunur. Deməli, bax burada iki reaksiyanın ikisindən də yekunda alınan miski nitratın mol sayı 0,3 moldur. İndi gəlin baxaq. 4 mol nitrat turşusu sərf olunanda 1 mol duz alınırsa, 1 mola bəs nə qədər alınır? 0,25. Onda ikinci miski nitratın payı 0,5 mol qalır. Deməli, 0,5. Çünki 0,3-dən 0,25-i çıxanda 0,5 mol qalır. Və bu 0,5 mola nə qədər deməli miski oksid reaksiyaya girir, onu hesablayacağıq. 1 mol miski oksid reaksiyaya girəndə, bax buradakı 0,5 mol miski nitrata nə qədər miski oksidin daxil olduğunu hesablayaq. O da eləyir 0,5 mol. Çünki 1-in 1-ə nisbətdədir. 1 mol miski oksid girəndə elə 1 mol miski nitrat da alınacaq. %5 alınanda da %5 mol miski oksid reaksiyaya girəcək və onun deməli kütləsini hesablasaq, miski oksidin emiri 64 üstəgəl 16, bu da eləyir 80. 1 molu 80 qramdır. Bəs %5 molu nə qədərdir? 0,5 molu isə nə qədərdir? %5-i də 80-ə vuranda eləyəcək 4. Deməli, 59-cu sualda birinci sualımızın cavabı 4-dür. İkinci sualımızın cavabına baxaq. Göy çöküntünün alınmasına sərf olunan natrum hidroksidin kütləsini hesablayaq. Göy çöküntü bizdə bax bu hissədə alındı. 0,3 mol alındı və ona sərf olundu 0,6 mol natrum hidroksid. Və 0,6 mol natrum hidroksidin də kütləsini hesablamaq üçün 0,6-nı vuracağıq 40-a. O da eləyəcək 24 qram. Və ikincinin cavabı da eləyəcək 24. Və 60-cı sualın da tənliçi qrafikini qurduq. Natrum hidroksidim cəmi 1 mol idi. 1 moldan 10-2 və 10-6 cəmi 10-8-i sərf olundu. 10-2-si artıq qaldı. Ona görə 0,2 artıq qaldı. Bax bu hissədə. Göy rəngli çöküntünün alınma reaksiyasının tam iyon tənliyini istəyir bizdən. Göy rəngli çöküntünün alınma reaksiyasının tam iyon tənliyini yazmaq üçün reaksiyanı bir daha yazıram. Kuprium NO3
2 üstə gəl 2 natrum OH. Mən hələ ki reaksiya tənliyini yazıram. Kuprium OH2, bax göy rəngli çöküntü budur və 2 natrum NO3. Və bunun tam iyon tənliyini yazmaq üçün mis iyonlara ayrılır. 2 dənə də NO3 iyonu. Üstə gəl 2 natrum müsbət. Üstə gəl 2 OH mənfi. Çöküntü heç vaxt iyonlara ayrılmır. Olduğu kimi saxlayırıq. 2 natrum müsbət. Üstə gəl 2 NO3 mənfi. Bizdən tam iyon tənliyini istədiyi üçün biz heç bir islah aparmırıq. Yəni yekun tənliyi yazmırıq, qısa iyon tənliyini. Elə burada da saxlayırıq. Bunu yazıb burada da saxlayırıq.